Salam, hər vaxtınız xeyir. Bu videoda biz təhsil sistemində rəqəmsal transformasiya haqqında danışacağıq ümumi. İlk öncə baxaq, rəqəmsal transformasiya nədir? Rəqəmsal transformasiya təhsil sisteminin yalnız texnologiya ilə təchiz olunması deyil, eyni zamanda onun idarə etmə, tədris metodları, qiymətləndirmə və öyrənmə mədəniyyəti baxımından yenidən qurulması prosesidir. Bu transformasiya məktəbin və ya universitetin, istər kollec olsun, təhsil müəssisəsinin, hər hansı bir təhsil müəssisəsinin pedaqoji modelini, idarə etmə strukturunu, müəllim-şagird münasibətlərini, qiymətləndirmə mexanizmlərini və tədris resurslarını köklü şəkildə dəyişir. Burada qeyd etmişik əhatə dairəsi. İndi baxaq. Bu təhsil sistemində rəqəmsal transformasiya hansı komponentlərdən, hansı hissələrdən ibarətdir? İlk öncə LMS rəqəmsal resurslardır. Hansı ki, rəqəmsal resurslara LMS platformaları, elektron dərsliklər, onlayn qiymətləndirmə aiddir. Baxaq LMS platformaları. Bu nədir? Learning Management System tədris prosesinin rəqəmsal idarə olunmasını təmin edən platformalardır. Misal üçün, Google Classroom-u göstərə bilərik, Moodle-u göstərə bilərik. Bu proqramlar vasitəsilə, bu platformalar vasitəsilə dərs materialları şagirdlərlə, tələbələrlə paylaşılır, şagirdlərə tapşırıqlar verilir, tapşırıqlar toplanır, qiymətləndirmə aparılır, davamiyyət izlənə bilir, həmçində şagirdlərlə kommunikasiya əlaqələri qurulur. Bunlar LMS platformalarıdır. Sonra, elektron dərsliklər, multimedia materialları, videolar olsun, animasiyalar olsun, simulyasiyalar olsun, həmçinin virtual laboratoriyalardır, interaktiv testlərdir, 3D modelləridir. Bu resurslar şagirdlərin dərsi yalnız oxumaqla deyil, eyni zamanda vizual və praktik təcrübə ilə qavramasına imkan yaradır. Və üçüncü olaraq da rəqəmsal resursumuz onlayn qiymətləndirmədir. Təbii ki, bura avtomatik yoxlanan testlər, adaptiv qiymətləndirmə, portfoliolar, həmçinin rəqəmsal rubrikalara aiddir. Bu model vaxt qənaəti yaradır və obyektivliyi artırır. Bunlar ümumi rəqəmsal resurslar idi. İndi ikinci növbədə fərdiləşdirilmiş təhsil. Fərdiləşdirilmiş təhsil nədir? Rəqəmsal transformasiyanın ən mühüm istiqamətidir. Burada süni intellekt sistemi tələbənin öyrənmə sürətini, səhv etdiyi mövzuları, çətinlik səviyyəsinin, marağını, güclü və zəif tərəfini analiz edir və fərdi tədris marşrutu yaradır. Yəni, hər şagirdin özünə uyğun bir təhsil forması yaradır, onun qarşısına çıxarır. Misal üçün, biz keçən dərs Duolingo-nu misal göstərim. Bir şeylə burada da Duolingo bu fərdiləşdirilmiş təhsilə aiddir. Hansı ki, Duolingo-da şagird hər hansı bir test tapşırığını yerinə yetirdikdə sistem neyinir? Baxır, görür, şagird bu mövzuya bələddir, bu mövzunu bilirmi, hansı səviyyədə bilir? Əgər şagird həmin suala səhv cavab verirsə, o suala uyğun başqa bir suallar da şagirdə yönəldir. Yenə yox, şagird yenə həmin suallara yanlış cavab verirsə, avtomatik sistem analiz edir ki, şagird bu mövzuya bələd deyil, bu mövzunu bilmir və həmin mövzu haqqında şagirdə qeydlərini çatdırır, məlumat verir, şagird o məlumatı öyrənir və sonra yenə həmin sistem şagirdə həmin mövzu ilə bağlı suallar ünvanlayır. Sistem neyinədir? Birinci şagirdə baxır, görür şagird bu mövzuya bələddir ya yox, şagirdi sınaqdan keçirir. Əgər təbii ki, bələddirsə, sualların səviyyəsini get-gedə çətinləşdirir. Yox, bu suala cavab tapa bilmədisə, sual daha da xırdalayır, daha sadə formalara gətirir, şagirdə ünvanlayır və lazım gəldikdə təbii ki, əlavə məlumatlarını, qeydlərini şagirdə ötürür. Yəni, bu sistem necə işləyir? Əsasən, birinci şagird tapşırığı yerinə yetirir, sistem nəticəni analiz edir, çətinlik səviyyəsini uyğunlaşdırır və növbəti mövzunu fərdi qaydada təqdim edir. Təbii ki, bu hər kəs üçün eyni dərs modelini aradan qaldırmamıza köməklik göstərir, geridə qalan şagirdləri dəstəkləyir, həmçinin kim ki irəlidədir, yəni şagird həmin mövzuya bələddirsə, daha da tapşırıqları çətinləşdirir və mürəkkəb tapşırıqlar təqdim edir şagirdə. Nəticədə təhsil daha effektiv və daha ədalətli olur. Hal-hazırda fərdiləşdirilmiş təhsildən belə deyək də çox da istifadə olunmur, amma o üzrə inkişaf getməkdədir. Ümid edirik ki, bir 5 il, 10 il ərzində sırf təhsil sistemi fərdiləşdirilmiş təhsil səviyyəsində olacaq ki, yəni hər şagirdin öz belə deyim, bacarığı, öz öyrənmə potensialı, öz qavraması nəzərə alınaraq o formada təlim prosesi irəli sürüləcək. Üçüncü növbədə analitik təhsil idarəçiliyi. Bu nədir? Rəqəmsal sistemlər təbii ki, böyük həcmdə məlumatları toplayır. Bu məlumatların analizi idarə etmədə yeni imkanlar yaradır. Performans monitorinqi olsun, riskli şagirdlərin erkən aşkarlanması və yaxud da data əsaslı qərar vermə və s. Bunların hər biri analitik təhsil idarəçiliyinə aiddir.
Burada hər biri haqqında əlavə kateqoriyaları qeyd olunur. Data əsaslı qərar vermə nədir? Məsəl üçün, təhsil rəhbərliyi, kurikulum dəyişikliyi olsun, istər resurs bölgülüyü olsun, təlim planlanması olsun, bunların hər birini artıq intuisiya ilə deyil, real statistik göstəricilər əsasında verə bilirik həmin sistemlər vasitəsilə. Son olaraq da dördüncü hibrid və distant təhsildir. Təbii ki, bilir ki, pandemiya dövründə bu distant təhsil sürətlə inkişaf etdi, yəni çox yayıldı. Demək olar ki, bütün təhsil müəssisələrində onlayn formada dərslər keçirilirdi. Təbii ki, daha çox Zoom-dur, Microsoft Teams-dir, həmçinin Google Meet-də ola bilər, Moodle və s. bir çox təhsil onlayn dərs platformaları var. Bunlardan istifadə olunurdu. Bəs hibrid nədir? Hibrid hər ikisi eyni anda. Yəni dərsin bir hissəsi sinifdə, digər hissəsi onlayn keçirilir. Təbii ki, asinxron və sinxron da ola bilər. Asinxron və sinxron dərs modeli nədir? Məsəl üçün, hal-hazırda deyək ki, Zoom-la dərsdəyik. Müəllim mən dərsi izah edirəm, şagirdlər də izləyir. Eyni anda qoşulmuşuq. Bu sinxrondur, canlıdır. Yəni müəyyən bir vaxt təyin olunur, həmin vaxtda şagird də müəllimlə dərsə qoşulur. Müəllim dərsi izah etdikcə həmin an şagird onu dinləyir. Yəni müəllimin izah etdiyi anda qulaq asır və suallarını ünvanlayır. Müəllim də yerindəcə suallara cavab verir. Bu canlı dərsdir, sinxron dərsdir. Eyni anda qoşulur hər kəs. Amma asinxron dərs isə əvvəlcədən qeydə alınır dərs. Misal üçün, bəzi onlayn platformalar var ki, kurslar var ki, şagird, məsələn, Udemy-nin özü, belə nümunə göstərim, demək olar ki, 90% hər kəs Udemy ilə tanışdır. Orada necədir? Biz oradan kurs alırıq, hazır materialları alırıq, videoları izləyirik və sonra tapşırıqları yerinə yetirib sertifikat əldə edirik. Bu artıq asinxron dərsdir, əvvəlcədən qeydə alınmış dərsdir. Təbii ki, hibrid modeldə də bunlardan istifadə olunur. İstər sinxron, istər asinxron. Bunun üstünlüyü nədir? Təbii ki, zaman və məkan məhdudiyyəti aradan qalxır. Hər kəs istənilən vaxt təlimə qoşula bilər, kursa qoşula bilər. Hər kəs üçün keçərlidir, hər kəs buna qoşula bilər və fövqəladə hallarda davamlılığı təmin edir. Misal üçün, deyək ki, qoşula bilmirsiniz və yaxud da hər hansı bir problem olub, təbii ki, sonradan qeydə alınmış dərsi izləyə bilərsiniz. İndi biz bu danışdıqlarımız hər biri rəqəmsal transformasiyanın kateqoriyalarıdır. 4 kateqoriya: rəqəmsal resurslar, analitik təhsil idarəçiliyi, fərdləşdirilmiş təhsil və hibrid və distant təhsil. Bəs indi baxaq görə rəqəmsal transformasiyanın üstünlüyü nədir? İlk öncə fərdləşdirilmiş təhsil, bayaq qeyd etdik. Sonra vaxt və resurs qənaəti, qlobal əməkdaşlıq imkanı, şəffaf qiymətləndirmə və tədrisin effektivliyinin artırılması. Çətinlik nədir? Rəqəmsal bərabərsizlik, yəni hər kəs rəqəmsal bacarıqlara sahib deyil. İnfrastruktur problemləri ola bilər, məlumat təhlükəsizliyi ola bilər, müəllimlərin rəqəmsal kompetensiya səviyyəsi ola bilər ki, misal üçün aşağıdır. Həmçində akademik dürüstlük məsələləri. Sırf bu akademik dürüstlük haqqında bizim ayrı bir təlimimiz olacaq. Orada daha geniş məlumat verəcəm. İndi pedaqoji fəlsəfənin dəyişməsi, buna baxaq. Təhsil sistemində rəqəmsal transformasiya qeyd etdiyimiz kimi sadəcə texnologiya tətbiqi deyil, bu pedaqoji fəlsəfənin dəyişməsidir. Artıq burada mərkəzdə müəllim deyil, texnologiya deyil, öyrənən şəxs dayanır. Fərdləşdirilmiş təhsilin əsas belə deyək, xüsusiyyəti odur. Mərkəzdə dayanan öyrənən şəxsdir. Və texnologiya bu prosesi daha çevik, şəffaf və effektiv edən vasitəyə çevrilir. Bugünkü təlimimizdən bu qədər. Kimin sualı olsa qeyd edə bilər, yaza bilər.